Bunu təkrar bir də döydülər. Döydülər, ondan sonra qardaşımla oğluna dedilər ki, bıçaq çıxartdılar, and olsun Allah. Onların kəşfiyyatçıdırlar, bıçaqları oldu. Çıxartdılar, dedilər ki, Allah dədənin başını kəs. Bəlkə də kəsərdi o uşağı, and olsun Allah. O qədər uşağı psixi, mənəvi, fiziki təsir eləmişdilər ki, kəsərdi. Bıçağı verdi ki, Allah tanrı. Hə, dedi Allah, o uşaq da aşağı baxdı, uşaq da olan adam baş kəsən vaxtıdır. Aşağı baxdı, yuxarı baxdı, amma bəyət də dedim, mən onu gətirməyəcəm dilinə. Onun yəqin ki, qardaşım bilir, qardaşım oğlu öz deyər. O, ata-la balanı o cür qarşıya qoydular. Ata dayanmış halda, onun övladıdır o nətər deyim, o yenə də o evladdır. Gör, yadlardan onları görübsə, öz evladı onun başına oynaşsa da, bəlkə də heç bir valideyn ondan incimez. Sən o başına sidiyinlə bunu darlamaq məsələsini deyirsən. Bəli. Necə məcbur edəcək? Dedilər ki, atan bunları eləyib. Döyür, atası da döyüldükdən tam şirin şey. Dedirsən, and olsun bizi yaradan Allaha, onların hər hansı birini mənə versəydilər, mən 5 dəqiqəyə onları elə danışdırardım, onlar deyər ki, mən öz həyat yoldaşımı hər gün erməniyə aparış gətirirdim. 5 dəqiqəyə onların ağzından o sözü çıxardardım mən. Mən onlara elə işgəncə verərdim, deyərdilər, hər gecə gətirib anamın yanına bir dənə erməni sardım. Mən də onları eləyə bilərdim onu. And olsun Allaha, 5 dəqiqə onları elə danışdıra bilərdim. Onlar bizi elə danışdırandan sonra bizi kimi adamlar, mən danışmamışım. Mən yenə deyirəm, ora bir sözlə gedib, bir sözlə gəlmişəm ki, kişinin oğlu, mənim heç nədən xəbərim yoxdur. Amma onlar bizi danışdırandan sonra bizim içimizdə olan adamlar, heyrə boyunlarına alandan sonra papaq atıb, ura deyirdilər ki, mən birini danışdırdım. Fəxr edirdilər onunla. Hər hansı bir, bilsən, dünyanın ən ağır cəzasını verir adamı danışdırır ki, kim danışması elə? Qeyrətinə nələ deyirəm, mən onların hər hansı biri, hansı özündən deyən oğlan olsa o döyənlərin, mən 5 dəqiqə onları danışdırardım. 5 dəqiqə. Aynen. O boyda cəmiyyətin içində, 1000 nəfərin içində deyirəm, mənim dədəm bunu elibsə, o mənim nə dədədir, ondan dədədir mən. Təxminən nə qədər adam olardı orada? Ora belə olurdu. Bax, Markuşavanda yığıb aparanda 3 idi, 4 idi maz. Dalına pres elədilər, doldurdular, apardılar. Markuşavandan Mingəçevirə. Amma Markuşavana o demək deyil, gedənlərin hamısını orada dayandırmışlar. Ora gedirdilər, orada biraz boyun, məsəl üçün Allah verib elmar zad yox idi. Onlar məndən 3-4 gün qabaq, 5 gün qabaq getmişdilər. Orada yalandan boynuna alanları oradan aparırdılar Bakıya, nə bilim hara araşdırmalar aparırdılar. Sonra məntəqənin yerini dəyişəndə cəza çəkmə məntəqəsinin. Cəza yox, işgəncə çəkmə. Onun yerini nətər danışmışlar. Elə bil bu gün gələn adam deyir ki, yalandan döyüblər. Bu deyir ki, biz buranın yerini erməniyə satmışıq, buranı erməni vuracaq. Onlar öz qorxularından götürdülər, bunun yerini adlatdılar, apardılar Stans Mingəçevirə. Stans Mingəçevirə biz ya 4 olardı, ya 3 olardı maz, 3 mostlu mazlar. Onun dalını doldurdular elə, apardılar, hərəsində də starşı kuza, apardılar biz ora. Orada belə idi, yəni gəlib hansı ki boynuna alınan adamları orada saxlamırdılar. Apardılar, dolurdu, hissə gəlirdi, bir Qazalluş kimi maşın var, putqalı, dəmir putqalı. Bir ondan apardılar. Amma DPX gəlib özü kimi, qazel kimi varonok maşın vardı. Ondan apardı. Yəni bir üzdən daşıyıb apardılar. Orada kompakt hamını o 100 nəfəri saxlamırdılar. Harca biz dayandığımız yerdə olurdu bir görsən 400 nəfər. Elə 200 dənə əsgəri, 200 neçə dənə əsgəri mindirdilər maşına, həmən korpusdan perevod elədilər Bakı korpusuna. Oradan götürdülər. Murat bəy, sizin bir vaziyet. Neçə gün işgəncə altında qaldı? Mən may ayının 7-si günü getmişəm ora. İyun ayının 21-i oradan çıxmışam. Gəlmişəm, cəmaatı hərbi hissələrə aparan bax. Mən yaralarım çox idi. Demirəm, dırnaqlarım yox idi. Heç dırnaq yerinə gəlməmişdi. Mən hərbi hissədən 2 dənə əskəri yalandan gətirdilər, Voltolf getmiş əskərləri. Adından raport yazmışlar ki, bunları döymüşəm, hərəsində bir şillə vurmuşam. Mənə sanksiya verib göndərdilər Gəncə türməsinə. Getdim Gəncə, nədir, yaralarım sağalsın, həm də qardaşımı buraxmamışlar oradan. Qardaşım şübhəli kimi biraz onlar araşdırmadaydı, onların əlindəydi deyə, məni də buraxmamışlar ki, hələ gök bir nəsə çıxa bilər. Nələ ittiham edirlər sən? Heç nədə. Bir dənə ittiham onda olmuşdu ki, məhkumluğum da
Sanksiya ona görə vermişlər ki, 2 dənə volt olub getmiş əsgərə, güya hərəsinə bir şillə vurur. Amma məsələ əsas bu tərtər. Məsələ budur, bəli, mən oradan göndərmişlər ora. Orada olduğum müddətdə yalandan burada əsgərlərdən almışdılar. Turar bəy, sən qardaşını gətirib yanında o yüzləşdirəndə, qardaşını sən nəyə məcbur edədilər? Dedilər ki, qardaşını görə niyə yiyibdir? Yəni sənin üzünə qoyanda qardaşına nəyə Qardaşım dedilər ki, məcbur ediblər? 11 dənə əsgər güya erməni aparıb. Sənlə bağlı, sənlə bağlı. Mənlə bağlı heç nə. Qardaşım orada olar desə də, amma Nə deyirsən sən? O işgəncə altında nə deyirdilər buna? Ki, qardaş, sənin barəndə qardaşın nə dedi? mənim barəmdə elə onu deyirəm, heç nə. Qardaşım desə də ki, yalandan boynuna alsa da ki, mən tankın mərmisini satmışam, tankın salyarkasını erməniyə satmışam, əskər aparıb erməniyə satmışam, tiças satmışam erməniyə, elektrospust var, PKT-nin, onları satmayacağım, amma mənim barəmdə heç nə deməmişdi ki, qardaşım da məndən getmişdi, ya qardaşım bundan xəbəri var idi, ya qardaşım görmüşdümü, yəni belə bir ifadə vermə. Bu Beqriyyətlərə mən 19 il 6 ay xidmət eləmişəm. 19 il 6 ay, bax, hamısı da mənim xidmətimin 1 ilim 3 il, 1 ilim 2 il. Mən bunu Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan millətinə eləmişəm. Kimin üçün eləmişəm bu xidməti? Mən 38 yaşımda 19 il yarım xidmətim vardı. 38 yaşımda 19 il yarım xidmətim vardı. Kimdən ötər elədim? Mən axırda bundan ötəri. Sabah mən birindən bərk dirəşə, sinələşə bilmirəm. Qadif deyir ki, sən vətən xanı öldürsə, niyə aparırlar sən? Bunun nə ilə bərpa? Bəli, bunun nə ilə bərpa eləmək olar ki? Bir də Turan bəy, bu sənin o üzünə dayanan, duran, sənin əleyhini ifadə verən əsgərləri sonra sən gördün. Onlar mənim məhkəməmə bir 5 dəfə məhkəmə qurulandan sonra bir təhər gətirdilər. Onlar elə mənimlə bir bölmədə xidmət edən əsgərlərdir. Heç onların özünün də yadına gəlmirdi, mənim də yadıma gəlmir. Biri deyir ki, mənə əlinin dalınla burama belə vurmuşdu. Bir də deyir, onlar bilirsiniz, mənimlə bir bölmədə xidmət edən... Onlar tərxis olunub getmişdilər. Bəli. Onlar gedib evlərinə. Bəli, evdən gətirmişdilər onları. Mən orada olduğum müddətdə Zampart briqadana mənim bölməmdə bir gizir vardı. Bölmə komandiri yox idi, onu bölmə komandiri əvəzi qoymuşdular. Onlar əsgərləri axtarıb tapıb demişlər ki, o vaxt sənə beləsindən vurmuşdu. Gəl izahat ver, o vətən xaindir. Bu da getsin onun işinin üstünə, qoy işə ağırlaşsın. O uşaqları sən tapıb sonra görə bildin? Bəli, məhkəmədə gəlmişlər. Onlar gəldilər, mənlə öpüşüb görüşdülər də. Üzr də istədilər ki, starşına, and olsun Allaha. Mənlə xəcalət çəkirdilər onları görüşməyə. Dedilər ki, bizi bunlar məcbur elədi. Sizi belə tanıtdılar, bizdən məcbur izahat aldılar ki, izahat verin, qoy belə olsun. Kim yəni onun? Bir bölmə komandiri əvəz qalan Gizir Məmmədov Rabil var idi. Gizir qalmışdı. Rabil Məmmədov? Bir də Zampart brigada vardı. O kim idi? Elnur familiyası yadımdan çıxıb. Deməli, Rabil Məmmədov, Rabildir Rabil. Rabil. Bərdədə qalır, Ağdamlıdır, Ağdam qaşqındır. Rabil Məmmədov, bir də Elnurdur familiyası. Əsgərləri məcbur ediblər ki, izahat çağırıb deyiblər ki, gəlin bunun əleyhinə ki, güya onlar döyübsən. Bəli. Nə idi o əsgərlərin adları? Vallahi yadıma belə soruşub bilə bilərəm. Sənin ümumiyyətlə məhkəmə sənədin zadın var, özündə hökmün, başqa? Var, elə onları ciddi baxmamışam, elə tullamışam evdə ola bilsin ki, olar. Heç nə, onu baxar nəzərdə. Oldu, Turan bəy, buyurun, tələbiniz, müraciətiniz. Tələbim, müraciətim budur ki, mən bəxş sizə dedim. Birincisi, mən heç özümün başıma gəlməsin. Hər hansı bir insanın başına gəlsə bu hadisə, mən ona da yanaram. Sən get, heç öz millətimdən olmasın, qeyri-dövlətin, qeyri-sakin olsun, vətəndaşı olsun. Görərəm ki, bu adam gedib uşaq yaşından, 18 yaşından 38 yaşına qədər dövlət üçün xidmət edib. And olsun Allaha elə gün olub, mən inək əyağının izindən su içmişəm, kişin olub. İnək əyağının izindən yağış su içmişəm mən. Mən o zulümləri səhmişəm. Bir günüm, 3 gün salıb, 2 gün salıb. 41 il 10 ay mənim liqodla xidmətim var. Bu boyda işi görəndən sonra adamı aparıb yaşadığı yerdə, dövlətində, rayonunda əsildib, baş aşağı eləyib,
el içində təhqir elib çıxardıb buraxıb yola salalar mı? Sən get. Bundan sonra nətər yaşayırsan yaşa, sənin taleyin bizim üçün maraqlıdır. Bunu qanan, düşünən bir orqan, ya bir insan, ya səlahiyyəti çatan adam varsa, vicdanı çatsın, bunu həll eləsin. Değil mi? Buna bir işıqlı yol açsın da. Mən, əgər o səlahiyyət mənim əlimdə varsa, ölkəmin ən aciz insanı olsun, onun başına, mənim başıma gələn hadisə gəlsə, mən qeyrətim yol verməz ona gedəm, sakit qıraqdan baxam. Gedərəm mən onun nə bahasına olsun həll eləyərəm. Mənim bu dəqiqə oğlum əskərlikdədir. Heç mən qıymıram bu dəqiqə onu. Hansı kimə xidmət edir o bu dəqiqə? 19 il yarım dədəsi xidmət edəndən sonra dədəsinə bu qiyməti verən insanlara xidmət edir o. Açıq danışaq da, mən olmayım, kim olsun mənim yerimə. Qoymaz and olsun Allaha bir bəhanə ilə yayındırardı bu yoldan oğlum. Kimə xidmət edirsən, nəsən? 19 il yarım mən xidmət elədim, nə gördüm? Nə verdilər mənə? Nə qardılar əvəzində? Təhqir elədilər, el içində alçaltdılar. Mən ustalıq bazarmıram, fəhləlik bazarmıram. Aparım gedim indi bu uşağı nə ilə saxlayayım mən? 5 uşağım var. 6 aydan ötəri mən. Bunların özü də belə də, hamı da danışır bunu, el içində də danışırlar. Bunların belə bir politikası da var. Pensiya müddətinə çatmış adamları özləri qəsdən məhv edirlər ki, bu 40 yaşından sonra gelib ömür boyu pensiya alacaq. Buna nə verin bu pulu? Qoy bundan məhrum edin bunu. Bu nə anlayışdır? Hansı, haradır bura? Nə qurumdur, nə dövlətdir, nə idarəçilikdir bu? Və mən nədən ötəri bu boyda xidmət elədim? Mənim aləm uşağım hamısı mənlə bərabər vayin oldu. İt ulayan yerlərdə. Oralar haraydı? Füzulinin düzləri, Ağdamın düzləri. Mənlə bərabər mənim aləm də vayin olmuşdu. Nə hörmət qoydular bana? Buna bir vicdanı iti olan, müsəlman qanı axan, bir mənəviyyatı, həqiqətən insan mənəviyyatına yaxın olan bir adam yoxdurmu ki, bu rəhbərin başındakı bu cəmaatın haqqını bərpa edeyim də mən? Nətər olur bu? Bu dövlətə nəyə görə nifrət qazandırırsınız ki, 1700 neçə nəfər bizik, mən hərən 2 dənə uşağı varmı? Vur 1703-ə. Hərən bir yoldaşı varmı? Hərən bir yoldaşı varmı? Hərən bir atası, bir anası varmı? Heç olmasa bunu 7-yə vur gör, nə qədər edir? Bu boyda insanın dövlətə nifrəti oyananda dövlətin harası sağlam qalır?